Artıq neçə gündür ki, ziyarətlərdəyik. Bu gecə, yəni üzümüzə gələn gecə, yəni bu axşam artıq bizim bu ziyarətlərdə, hərəmlərdə, müqəddəs imamətin ziyarətində artıq son gecəmizdir. Allah axırıncı yox, axırıncı qərar versin inşallah. Allah təkrar nəsib eləsin. Yenə də sizlərlə bərabər bu ziyarətlərə hər birimiz zəvvar olar inşallah. Allah hər birimizdən razı olsun. Şükür olsun Allaha ki, bu neçə gün ərzində ziyarətləri elədiniz. Həmd olsun aləmlərin Rəbbinə ki, Allah Teala bu gözəl neməti bizə, sizə, bu cəmə nəsib elədi. Dəvət olunduq Əhl-Beyt tərəfindən, imamət tərəfindən, peyğəmbərlər tərəfindən, nübüvvət tərəfindən və ən əsası da başda Həzrəti Əmirəl-Möminin əleyhissalam və onun balalarını, övladlarını, Həzrəti Peyğəmbərin nəslindən olan imamların bəzilərini ziyarət elədik. İnşallah və bu günləri, sabah gün ortaya qədər də inşallah yol boyunca 4 imamı da ziyarət eləyəcəyik və ondan sonra inşallah sabahları gecə hava limanına daxil olub, Bağdad hava limanına daxil olub, Bakıya uçuş edəcəyik inşallah. Allah bizləri sağ-salamat evimizə çatanlardan qərar versin inşallah. Və həmd olsun aləmlərin Rəbbinə ki, bizim bu ziyarət turumuzda, bizim bu cür gəlişimiz, bu cür qayıdışımız bugünkü günsün ən rahat yollardan biri idi ki, hazırda özü gəlib dəfələrlə, neçə dəfələrlə başqa zəvvarlarımız da olub. İnşallah ki, bura qədər rahatlıqla gəlmişik, bundan sonrasında inşallah rahatlıqla gedib evimizə, işimizə çatacağıq inşallah. Və Uğur Treva şirkəti olaraq hər bir zaman xidmətinizdəyik. Allah sizləri bizlərlə bərabər bu ziyarətlərə yenə də zəvvar eləsin və ondan əlavə bizim yol boyunca etdiyimiz ziyarətlər ki var idi. Bu ziyarətlər bu cürünə diplom şəklində hazırlanıb və arxa hissəsidir bura. Bu diplom arxasında yazılan bizim getdiyimiz bu ziyarətlərin siyahisidir. Getdiyimiz ziyarətlərin siyahisidir. Ön hissəsində isə sizin ad və familiyalarınız yazılır. Yəni hər bir zəvvarın özünə məxsus bir diplomu var ki, bu da şirkət tərəfindən sizlərə veriləcək. Düzdür, bu ziyarətlərin hamısı ayrı-ayrılıqda bir-bir yazılmayıb. Yəni, məsələn, Küfə məscidində getdiyimiz ziyarətlərin adları, məqamlar ayrı-ayrılıqda yazılmayıb. Məsələn, qısa olaraq Küfə məscidi yazılıb, Səhlə məscidi yazılıb, filan ziyarət. Bu cürünə siyahıya alınıb və ön hissəsində qeyd elədiyimiz kimi inşallah hərəmlərin şəklidir, şirkətin logosudur və ad familiyalarımızdır. İnşallah məclisin sonunda bunlar sizə bir-bir təhvil veriləcək inşallah.